əziz dostlar, vətənini sevən oğullar, qızlar. Bugün biz yenə də igid ərənlərimizdən, igid şəhidlərimizdən birinin evindəyik. Belə deyək, onun ev muzeyindəyik. Onun özünün şəkillərini, onun hər bir xatirəsini şəkillərdə əks edirən bir evdəyik, ev muzeyindəyik. Kimdir bugün? Bizim igid şəhidimizin, qəhrəman şəhidimizin adı Rzayev Faiq Hüseynağa oğludur. Bugün Faiqin xatirələri şəkillərdə öz əksini tapır və mən burada dərin xəyallara dalıb da sanki oğluyla dərdləşən gözəl anamızı görürəm. Anamıza yaxınlaşıb da ona bizim Faiqimiz haqqında öz xatirələrini bizimlə bölüşməsini istəyirəm. Xoş gördük sizi Rüxsarə xanım. Çox sağ olun, siz də xoş gəlmişsiniz. Sağ olasınız, var olasınız. Artıq biz 5 ildir ki, anamızla tədbirlərdə bir-birimizi tanıyırıq, bir neçə tədbirlərdə bir yerdə iştirak etmişik. Nəinki şəhidlərimizə aid olan tədbirlərdə, ümumiyyətlə, zəfərlə bağlı olan tədbirlərdə, istər orta məktəblərdə, istər texnikum və institutlarda olan tədbirlərdə bir-birimizlə yaxından tanış olmuşuq. Ancaq bugünkü günümüz müvəffəq bugünə imiş ki, Faiqimizin evini bugün gəlib ziyarət edək, onunla daha yaxından tanış olaq onun xatirələri ilə. Əzizimiz Rüxsarə ana, bizə igid oğlunuz barəsində öz xatirələrinizi bölüşməyi sizdən rica edəcəm. Onun haqqında bildiklərinizi deyəsiniz və sonra mən onun haqqında bizə məlum olan məlumatlar, bizim əldə etdiyimiz məlumatları bizim əziz dinləyicilərimizlə bölüşəcəm. Buyurun. Mənim oğlum Faiq 1975-ci ilin may ayının 13-də dünyaya göz açıb. Oğlum elə uşaqlıqdan həmişə iqruşkalar demək olar ki, tankları olub, avtomat olub, həmişə həvəsində olub. Yəni vətənsevər uşaq olub. 18 yaşı da tamam olan kimi martın 13-də, mayın 13-də 18 yaşı tamam oldu, 14-də əskərliyə getdi. Özü, öz ayağıyla voyenkomata gedib, dedi ki, mən əskər getmək istəyirəm. Oradan mənə zəng edədilər ki, sizin oğlunuz gəlib ki, mən əskər gedim. Qarşısında baş əyirik və mən əldə etdiyim məlumatları burada sizinlə bölüşmək istəyirəm. Və ancaq onu da bildirmək istəyirəm ki, əzizim Rüxsarə ana, bugün mən burada bizim igid şəhidlərimizin adı ilə bağlı olan bir ictimai birliyin adından da buradayam. Yəni, şəhid ailələri, əlillər, müharibə veteranlarının müdafiəsi ictimai birliyinin çox sayılı üzvləri adından da bizim ictimai birliyin rəhbəri Tahir Məmmədovun, Tahir müəllimin adından sizə öz salamlarımızı bütüncəm halda sizə gətirmişəm. Elə bilin ki, mən burada tək yox, bütün cəmiyyət üzvlərimiz olaraq burada igidimizi, onun ev muzeyini ziyarət etməkdəyik. Rzayev Faiq Hüseynağa oğlu 1975-ci il may ayının 13-də Bakı şəhərində anadan olmuşdur. Yasamal rayonu 150 nömrəli orta məktəbi bitirib. 1993-cü ilin may ayının 14-də səfərbərliyə alınaraq hərbi xidmətə getmişdir. Əvvəlcə daxili qoşunların en sayılı hərbi hissəsində qulluq edən Faiq 1993-cü il oktyabr ayında səhər tezdən Füzuli rayonunun Horadiz qəsəbəsinə yola düşmüşdür. Horadizdə qulluq edərkən cəsur əskərlərimizdən təşkil olunmuş. Elə Faiqin də daxil olduğu kəşfiyyat dəstəsi dəfələrlə düşmən tərəfinə keçərək uğurlu əməliyyatlar etmişlər. Onlar oradan qiymətli məlumatlar əldə etmiş, qulluq etdikləri hərbi hissənin müvəffəqiyyətli döyüşləri üçün əsaslı zəmin yaratmışlar. Ancaq növbəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsi uğrunda gedən döyüşlərdə kəşfiyyat zamanı Faiqin döyüşdüyü dəstə qəfildən mühasirəyə düşmüşdür. Mühasirəyə düşən dəstə döyüşərək mühasirədən çıxmağa çalışdığı zaman dəstənin üzvləri şəhid olmuş, Faiq isə bir gün sonra hərbiçilərimiz tərəfindən mühasirədən çıxarılmış və hərbi hospitala yerləşdirilmişdir. Vəziyyətinin ağır olduğundan o mart ayının 21-i Bakıya Sabunçu xəstəxanasına gətirilmiş. Xəstəxanada 5 saat qaldıqdan sonra isə gözlərini bu dünyaya əbədi olaraq yummuşdur. Faiq Rzayev öz şəhidlik zirvəsinə ucalmışdır. Bakı şəhəri
Xalq Deputatları Sovetinin Rəyasət Heyətinin 24 iyun 1994-cü il 7/7/78 nömrəli qərarı ilə Yasamal rayonu 150 saylı orta ümumi təhsil məktəbinə Faiq Hüseyn Ağaoğlu Rızayevin adı verilmişdir. Məktəbin qarşısında şəhidimizin büstü qoyulmuş, ətrafında ağac və güllər əkilmişdir. Ölümsüz qəhrəmana həm də igidliyə görə medal verilmişdir. Uca məqamlı şəhidlərimiz bizim baş tacımızdır. Bilirsiniz, gözəl anamız. Mən igid şəhidlərimizə ziyarət edərkən onların həm də adı ilə bağlı, onların öz igidliklərini əks etdirən şeirlər də yazılan bir vətənpərvər şair Nazlı Yazar olaraq elə bu gün də igid Faiqimizə onun həyatını, onun keçdiyi yolları araşdıraraq ona ithaf etdiyim şeirlə bugün sizin evinizin qonağıyam. Elə istərdim ki, bizim igid şəhidimizə yazdığım şeiri buradan sizinlə bölüşüm. İgid şəhidimiz Rızayev Faiq Hüseyn Ağaoğluna ithaf etdiyim Bu Yollar Vətənin Azadlıq Yolu adlı şeirin müəllif Jurnalistlər Birliyinin, Turan Yazarlar Birliyinin üzvü Qızıl Qələm mükafatı layiqli vətənpərvər şair Nazlı Yazar olaraq sizin igid oğlunuza yazdığım şeiri ilə sizin önünüzdə sizinlə bölüşürəm. Rızayev Faiqim bir kez canlı, Azərbaycanlı da Turan canlı, Hüseyn Ağaoğlu qorxmaz ərəndir. Şahidim o yurtdur, cocuq mərcanlı. Bakıdan Füzuli, o el, Haradiz, hara gedir bu yol? Haradır bu iz? Bu yollar vətənin azadlıq yolu, Qarabağa gedən savaşlı bu iz. Vətənin oğlu tək, sinə sipərdir. Bozqurdun oğlu tək, oğlu ərdir. O coşqun gənc yaşda vətənə aşiq, hər iti addımı qorxmaz hünərdir. Hürkü bilmədi ki, o gənc yaşında. Qartal baxışı var, o göz qaşında. Adı məktəblinin dil əzbəridir. Hər sözün əvvəli, hər söz başında. 150 saylı o, orta məktəbdə adını verdilər üstün mərtəbə. Sayğılı anılar bir igidimi Nazlı Yazaram mən, keçin mətləbə. Rüxsarə ana ondan danışır. Köksündə döyünən ürək alışır. Bir igid böyütdüm, bir igid böyütdüm. İgid anazlı, el-oba, xiyaban ondan danışır. Bir ulduz düşmədi, ulduz yüksəldi. Şəhid adlı ulduz göyə yüksəldi. Gecənin nur ayla nura boyayıb. Gündüzlər günəşdir, şəfəq elədi. Gündüzlər günəşdir, şəfəq elədi. Bu igid Faiqimə ithaf etdiyim, onun adıyla bağlı olan həyatın baxışıyla, həyat yoluyla keçdiyi yollarını özündə əks etdirən bir şeirimdir Rüxsarə anam. Və mən stolun üstündə, masa üzərində bir foto albomu görürəm. Yəqin ki, bu da onun uşaqlıqdan ta özü bu yana onun xatirələrini özündə əks etdirən foto albomdur. Yəqin ki də belədir, düzdür? Bəlkə o albomu bir vərəqləyək. Bir yaşı tamam oldu. Bu da yəqin onun hansısa bir qohumumuzun toyunda əl qaldırıb oynadığıdır. Kəşke özünə də bir toy qismət olardı. Qədəri bura qədər imiş. Ruhu qarşısında baş əyirəm şəhidimin. Bu isə yəqin ki, hər bir hissədə olan bir kadrlardır. Bəli. Hər bir şəkil öz-özündə bir xatirədir. Xatirəyə edilən şəkillər. Bu şəkillər ta əvvəldən, uşaqlıq illərindən bəri igid şəhidimizin xatirələrini özündə əks etdirir. Buradan da onun necə də bir əl qaldırıb, bir qohumunun toyunda oynandığının bir şahidi oluruq. Nə yazıq ki, özünə toy qurmaq,
öz toyunda el qaldırıb oynamaq qismət olmadı. Bu qarşısında baş əyirik şəhidimizin, amma digər şəkildə isə şəhidimizin necə bir vətən uğrunda döyüşdüyünü, necə onun bir hərbi hissədə qulluq etdiyini görürük və bu şəklə baxıb da fərəhlənməmək, fəxr etməmək olmur ki, bizim vətənimizi doğrudan da qoruyan belə igid oğullarımız olub, olacaqdır. Bu məqamda elə bizi səngərdə qoruyan əskərlərimizi, zabit heyətimizi də həm ana özü də yəqin ki, salamlayar onlara, xeyirli gün qismət olmasını diləyər, həm də biz ki, Allahım onları qorusun, vətənimizin keşiyi uğrunda durublar. Və onu da qeyd edim ki, bizim igidimizin, Rzayev Faiq igidimizin adını bu dəqiqələrdə elə onun qardaşı oğlu daşımaqdadır. Məhz Faiq şəhidimizin qulluq etdiyi daxili qoşunlarda o da öz hərbi xidmətini qulluq etmişdir orada. Bir igidəvən olaraq öz fəaliyyətini, vətənə olan borcunu ödəmişdir. Əzizim Ruxsarə ana, bugün bizim üçün şərəf oldu ki, belə bir igid ərən evladını, vətən evladını gəlib ziyarət etmək, onun adı ilə bağlı olan bir evi, onun ev muzeyini ziyarət etmək bizim üçün şərəfdir, vüqarlı bir haldır. Ancaq diləyərdim ki, buradan belə bizim igidlərimiz şəhid yox, inşallah ki, xoş günlərə şahid olsunlar. Ancaq igid ərənlərimizi unutmamaq şərti ilə. Bugünkü şəhidimiz Rzayev Faiqimiz idi. Ruhu qarşısında baş əyirik. Nə deyək, tarix zaman-zaman bizim anamız Azərbaycanımızı sınavlara çəkmişdir. Ancaq nə yaxşı ki, onun igid oğulları olmuş, Nəbilər, Koroğlular, qoç ərənlərimiz anamız Azərbaycanı bir igid oğul olaraq qorumuşdur. Onun keşiyi uğrunda canım sənə fəda olsun deyib də şəhidliyi göz önünə almışlar. Əziz igid ərənlərimiz, ruhunuz qarşısında bir daha baş əyirik. Əzizim Ruxsarə ana, sağ olasınız, var olasınız ki, bugün də bizə öz qapınızı açdınız. İgidimizi biz bugün yad etdik, yaşayın, yaradın. Oğlunuzun şəklini sizin sinənizdə əks etdirən bir medalyonda özünüzü hər zaman tədbirlərdə göstərin, bilsinlər ki, doğrudan da belə bir igid oğul olub, doğrudan da belə bir igid oğul vardır, var olacaqdır. Çünki bizim bir şüarımız var, şəhidlər ölməz, vətən bölünməz. Bizim borcumuzdur ki, daima sizləri nəzarətimizdə saxlayaq, daima sizi yoluxaq, daima sizi gələk, ziyarət edək. Onsuz da biz tədbirlərdə bir-birimizlə danışırıq, keyf-hal edirik. Daima sizi borcumuzdur. Yəni nə qədər sizdən, sizin şəhidlərinizdən nə qədər danışsaq azdır. Çünki bu şəhidləri belə vətənpərvər ruhda böyüdən sizin verdiyiniz tərbiyə olub. Sizə olan sevgisi məhz ana vətənə olan sevgisinə gətirib çıxarıbdır. Sağ olun, bizə qapı açdığınız üçün, belə bir gözəl məqamlı, belə bir igidimizin evinin ziyarəti ilə bağlı gəldiyimiz, belə bir şəraiti yaratdığınız üçün biz də sizə öz təşəkkürümüzü bildiririk. Sağ olun, var olun. Çox sağ olun. Bizə görə təşəkkür edirəm sizə. Allah sizə can sağlığı versin. İctimai Birliyin sədri Tahir müəllimə də öz təşəkkürümü bildirirəm, çatdırarsınız ona. Sizin işçilərin nə əziyyəti varsa, hamısına öz təşəkkürümü bildirirəm. Allah sizə can sağlığı versin. Mən sizdən fəxr edirəm. Çünki mən nə qədər şəhid ailələrinin tədbirlərində olmuşamsa, mən sizi orada görmüşəm. Çox şəhid anaları, çoxları sizdən razıdır. Hamısının evinə gedirsiniz. Anırsınız onları. Allah sizi qorusun, Allah sizi can sağlığı versin. Yenə də sizə təşəkkür edirəm. Sağ olun, var olun. Bu bizim bir mənəvi borcumuzdur. Biz necə ki özümüz yaşayırıqsa, şəhidlərimizlə daim yaşatmalıyıq, onların adlarını uca tutmalıyıq. Çünki bu bizim boynumuzun borcudur, gözəl anam. Mən şəhidlərimizin uca məqamlı adı ilə yazdığım şəhidlərdir, baş tacım adlı şeirimdə də bildirmişəm ki, şəhidlərdir baş tacın, tacında əqiq qaşın. Şəhidi unudarsan, haqdan necə danışın?
unutsa, unudularıq. Ya da tay olarıq, o zaman vətəndaş yox, vətənsiz daş olarıq. Unudan biri varsa, bilin ki bizdən deyil, damarında axan qan. Oğuzdan, Türkdən deyil. Bəli, bugün biz əgər bu gözəl məmləkətimiz, anamız Azərbaycanın vətən torpaqlarında şaqraq addımlayırıqsa, aydın səmada nəfəs alırıqsa, məhz belə igid ərən şəhidlərimizə borcluyuq. Fərq etməz, tarixin ta o başından bu başına qədər bu vətənin bir vətən, bir dövlət olaraq var olması və gələcək nəsillərə ötürülməsi üçün canını fəda edən, şəhidliyə yüksələn bütün şəhidlərimizin nurlu ruhları qarşısında baş əyirik. Bugün biz igid şəhidimiz Rızayev Faiq Hüseynağa oğlunun evində